Nodar İzzətoğlu Şaşıqoğlu 13 mart 1927-ci ildə Batumidə dünyaya gəlib. Türk əsilli babası Acaristanda tanınmış zadəganlardan, atası isə çar zabiti olub. Əmisi aktyor Ülvi Rəcəb 1937-ci ildə repressiyaya məruz qalıb. Nodar Tiflisdə yaşayıb, orada orta məktəbi, daha sonra Şukin adına teatr institutunu bitirib. Oranı bitirdikdən sonra cəmi bir il Vaxtangov adına teatrda işləyib. 5-6 il Taganka teatrında çalışıb. İlk rolu Mosfilmdə Albaniya dövlətçiliyinin əsasını qoyan Georgi İskəndərbəyov haqqında çəkilən filmdə olub. Orada Türk imperiyasının əsasını qoyan Mehmet bəy Fatihi canlandırıb. Sonra Sergey Parajanovun ilk rejissor işi olan Andriş filmində baş rolu oynayıb. 17 yaşının tamamında atası Nodarı Moskvaya təhsil arxasınca göndərir. Get, hansı sənəti istəyirsən seç, oxu. Yetər ki, seçdiyin sənəti mükəmməl bil, deyir. Nodar eyni vaxtı həm teatr institutuna, həm 3 teatr studiyası məktəbinə imtahan verir. Belə ehtiyatlı iş tutur ki, heç olmasa birinə qəbul olsun. Tale elə gətirir ki, bütün imtahanlardan keçib sənədlərini verdiyi məktəblərin hamısına qəbul olunur. Seçim qarşısına qalanda isə evə, atasına zəng edir. Qərara gəlirlər ki, teatr institutunda oxusun. Moskva kimi şəhər, rus qızları, yaraşıqlı, yarı türk, yarı qafqazlı oğlan. Belə şəraitdə onu oxumadığına, dərsə getmədiyinə görə kim qınaya bilər? Nəticədə 12 fəndən 2 alan gənc yaraşıqlı Nodar ali məktəbdən xaric edilir. Növbəti il Nodar yenidən bu dəfə Şukşin adına teatr məktəbinə daxil olur. Elə orada oxuya-oxuya Vaxtangov teatrında işləməyə başlayır ki, başı işə, təhsilə qarışsın. Amma bu arada evlənməyə də vaxt tapır. Qadın heyranlarının arasından seçdiyi qızın anası erməni idi. Olduqca qəşəng olan bu qız xüsusən baş rollarda oynayan aktyorun sevgisini qazana bilmişdi. Onun evləndiyi xanımından ayrılmağının səbəbkarı isə erməni qaynanası olur. Nodar Şaşıqoğlu evini də xanımına verib evdən də, işdən də çıxır. Nodar Şaşıqoğlu ümumilikdə 4 dəfə evli olub. Hər dəfə də evini növbəti xanımına verib mənzildən bir çamadanla çıxıb. Kino rejissor Rəşid Atamalbəyov Taganqadakı tamaşalara baxmaq üçün gəlibmiş. Tamaşadan sonra Nodar Şaşıqoğlu ilə görüşən rejissor ona Uzaq Sahillərdə filmindəki Mikhailo rolu üçün əsl tapıntı olduğunu deyib. Şirinlikləşdirici təklif idi. Bunun üçün Nodar Şaşıqoğlu Moskva həyatı ilə vidalaşır. Uzaq Sahillərdə filminin nümayişindən sonra adamlar Nodar Şaşıqoğlunu Mikhailonun özüymüş kimi əlləri üstə aparırlar. Əynindəki kostyumdan özlərində nə isə bir yadigar saxlamaq üçün hərə bir kəsim götürməkdən onu cırıq-cırıq etmişdilər. Küçədə onu Mikhailo deyib qucaqlayırdılar, öpürdülər. Nodar Şaşıqoğlu da bu şöhrətdən qorxmurdu. Küçələrdə piyada gəzməkdən çəkinmirdi. Nodar Şaşıqoğlu deyir, filmin premyerası Nizami Kinoteatrında keçirildi. Vətəndə göstəriləndə bilet almaq istəyənlərin növbəsi Azneftdən başlayırdı. Kinoteatra yaxın durmaq mümkün değildi. Biz o filmlə Daşkənddə festivala getdik. Film göstəriləndən sonra insanlar məni əhatəyə aldı. Tez məni maşında gizlətdilər. Kütlə sakitləşmədi. Maşını qaldırıb apardılar. İnanırsınız, sonralar da Daşkənddə nə vaxt gedirdimsə, tamaşalarda adam əlindən yer olmurdu. Uzaq Sahillərdə filminin bəzi kadrlarının çəkilişi üçün Yaltada uzun müddət yeraltı tunel qazılıb. Mikhailo ilə Veselin də o dəhlizdə suyun içərisi ilə getməli idilər. Özü də filmdə çinmək səhnəsi varsa, bu səhnələr tərslikdən qış aylarında çəkilir. Nodar deyir, hər dubuldan sonra bizə 100 qram cəsarət içkisi verirdilər. Sonra yenidən başımıza qar yağa-yağa buz kimi gölməçəyə girirdik. Şahin Qalbəylinin sözlərinə görə filmdən sonra Nodar Şaşıqoğlu o qədər populyarlıq qazanır ki, şöhrət onun həyatını da məhv edir. Bu filmdən sonra onda qadınlara qarşı düşkünlük yaranmışdı. O qədər pərəstişkarları vardı ki, hamısı ilə də münasibət qururdu. Hətta Tbilisinin küçələrində gəzə bilməmişdi. Ən azı 10 qadınla evlənib boşanmışdı.
Bəzi məlumatlara görə Mixailonu oynayan Nodar Şaşıqoğlu ilə Anjelikanı canlandıran Agniya arasında gerçək məhəbbət yaşanıb. Ancaq Nodar bu haqda belə yazır. Bəli, Agniya maraqlı qız idi, amma aktyorlar arasında hansısa eşqbazlığın baş verməsinə heç vaxt imkan verilməyib. Düzdür, hər gün bir təzə qızla görüşürdüm, amma onların heç biri tərəf müqabilim olmayıb. Anjelika da qəşəng qız idi, amma özümü saxladım. Hər tərəf gözəl qızla dolu idi. Bakıda Rubinçik adında məşhur fotoqraf var idi. Dövlət tədbirlərinin hamısını, respublika rəhbərlərinin bütün səfərlərini o çəkirmiş. Nodar Şaşıqoğlu ilə də tanış imişlər. Gediş-gəlişləri var imiş. Fotoqrafın çox gözəl xanımı olub. Nodar Şaşıqoğlu ilə bu xanım elə ilk görüşdən bir-birlərinə aşiq olurlar. Bu sevgi Nodar Şaşıqoğlunun hesab etdiyi qədər də ötəri olmur. Alovlanır, hisslərinə hakim ola bilmirlər. Bu həmin dövr idi ki, Nodar Şaşıqoğlu Lətif Səfərovun Leyli və Məcnun filmində Məcnun rolunu oynayırdı. Filmdən fərqli olaraq həyatda sevgisinə qovuşur. Qadınla evlənirlər. Qadının soyadı Şepelova idi. Atası tanınmış idman məşqçisi idi. Respublikada bir çoxları bu izdivaca görə Nodar Şaşıqoğlu ilə münaqişəyə girdi. Vəzifəli şəxslər tərəfindən Nodar Şaşıqoğlunun Azərbaycanda bütün yolları bağlandı. 70-80-ci illərdə belə rejissorlara icazə verilmirdi ki, Nodar Şaşıqoğlunu bir rola dəvət etsinlər. Məsələn, Dədə Qorqud filmində baş rola çəkilməli imiş. Həmin adam siyahıda onun adının üstündən qalın bir xətt çəkir. Üstəlik, Tofiq Tağzadəyə də göz ağardır. Nodar Şaşıqoğlu Barat Şəkinskayanı sevərmiş. Hər gəlişində onunla görüşə can atarmış. Bir dəfə özünü saxlaya bilməyib onu sevdiyini deyib. Barat Şəkinskaya gülümsəyib ona eyni sözləri əmin Ülvi Rəcəb də mənə deyib, deyə etiraf edir. Sonuncu sevgisi isə Rusiyada özündən 25 yaş kiçik qız olur. Evlənirlər. Fürsət tapan kimi ona xəyanət edən bu qadını da Nodar Şaşıqoğlu bir ev hədiyyəsi ilə buraxır. Bakıya qayıdandan sonra Rus dram teatrında fəaliyyətə başlayan aktyor bir gün rejissor Aleksandr Şarovskinin kabinetinə girib, "Cənab rejissor, mənim üçün Kral Lir tamaşasını qoy. Kral Liri oynayıb teatrın və dünyanın qapısını arxamca örtüb gedim" deyir. Bakıda ona bağışlanan son mənzilində uzun müddət xəstə yatır. Moskvadan 4 arvaddan qalan 2 oğlundan biri gəlib onun yanında qalır. Oğlanlarının ikisinin də adı Nodardır. Çünki hər iki uşaq Nodar Şaşıqoğlu onların anasını qoyub gedəndən sonra dünyaya gəlib. Anaları da onun adını oğlanlarına verib. Nodar Şaşıqoğlu 2013-cü il aprelin 12-sində Bakıda vəfat edib.